Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Mahaçqalada Milli Kitabxanada beynəlxalq iştiraklı iqtisadi İslahatın regional problemləri başlıqlı 5-ci Ümumrusiya elmi praktiki konfransı keçirilir. Konfransda müasir iqtisadi problemlərə həsr olunmuş 150-dən çox məruzə dinlənəcək. Tədbirdə Ukraynadan, Özbəkistan və Azərbaycandan aparıcı iqtisadçılar da iştirak edir. Konfransın yekunlarına əsasən ölkənin və regionların iqtisadi proqramları üçün tövsiyələr də tərtib ediləcək. Önəmli investisiya layihələrindən sayılan Dagfos Açıq Aksioner Cəmiyyəti 14 mülki istiqamətli kompleks investisiya layihələr siyahısına daxil edilib. Məhz bu layihələrə kredit faizləri üçün nəzərdə tutulan xərclərin federal büdcədən subsidiya vasitəsilə təmini mümkündür. Layihənin 5 il müddətinə icra xərcləri 41 milyon rubl məbləğindədir. Qeyd etmək yerinə düşər ki, bugünkü gündə respublikada 196 milyard rubl məbləğli 45 layihə tətbiq edilir. 178 milyard rubulluq 92 investisiya təklifləri də mövcuddur. 2013-cü ilin yekunlarına əsasən 12 milyard rubl dəyərli 10 layihə tətbiq olunub. Eləcə də tətbiqinə yönəldilmiş 12,2 milyard rubl dəyərli nəhəng investisiya layihələri də var. Dağıstan Respublika Prokurorluğunda Böyük Vətən Müharibəsi veteranlarının şərəfinə tədbir təşkil edilmişdi. Hacı İnçilovun artıq 90 yaşı tamam olub. Cəbhəyə o 16 yaşında Soqratıl kənd orta məktəbinin 9-cu sinif şagirdi kimi yola düşüb. Cənub cəbhədə vuruşur. Kəşfiyyat rotasının komandiri olur. 2 dəfə yaralanır. Müharibədən sonraki illərdə uzun müddət Tlerata və Qunib rayonlarının prokurorluqlarında müstəndiq kimi çalışır. Xalq təsərrüfatı sahəsində məsul vəzifələrdə işləyir. Bir sıra dövlət mükafatlarına layiq görülüb. Ona dək orden və 20-dən artıq medalla təltif olunub. Veteranlar gənc prokurorluq əməkdaşları ilə müharibə ilə bağlı xatirələri ilə bölüşdülər. Öz cəbhə dostlarını bir daha yada saldılar. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan İdarəsi xəbərdar edir. Oktyabr ayının 15-i saat 11:30-da Respublika ərazisində mərkəzləşdirilmiş xəbərdar edici sistemin iş fəaliyyətinin araşdırılması məqsədi ilə yoxlama aparılacaq. Radionun Priboy və Mayak dalğalarında, televizorların 1-ci kanal və Rusiya 1 kanallarında səslənəcək məlumata diqqətlə qulaq asın və əldə olunmuş məlumat çərçivəsində fəaliyyət göstərin. Eşitdiyiniz məlumatla qonşularınızla, ələlxüsus yaşlı vətəndaşlarla bölüşün. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan İdarəsi əhaliyə müraciət edərək aparılan bu işə məsuliyyətlə yanaşmağı xahiş edir. Noyabr ayının 6-sından 8-nədək Mahaçqalada sənayeçi və sahibkarların ilk Respublika forumu baş alacaq. Müvafiq tədbirə hazırlıq məsələləri Respublikanın hökumət sədri Abdusəməd Həmidovun rəhbərliyi altında aparılmış operativ müşavirədə nəzərdən keçirilib. Forum Respublika rəhbəri Ramazan Abdullativovun təşəbbüsü ilə təşkil edilir. Burada başlıca məqsəd mal istehsalı və xidmət sahəsi ilə məşğul yerli istehsalçıları dəstəkləmək və müvafiq sahənin genişləndirilməsi məsələlərində onlara yardımcı olmaq, əldə olunmuş məhsulun satışında, konkret biznes layihə və proqramların tətbiqində köməklik göstərməkdir. Hökumət sədri bir sıra nazirlik və idarə rəhbərlərinə forumun təşkili ilə məşğul komitəyə köməklik göstərmək və Dağıstanın keyfiyyət nişanı müsabiqəsinin qaliblərinin müəyyən edilməsi üzrə komissiyanı təşkil etmək barədə tapşırıq verib. Moskvada Qızılpayız 2014-16-cı aqrosənaye sərgi başa çatıb. Sərgi ölkə aqrosənaye sistemində mövcud cari vəziyyəti əks etdirmək, kənd təsərrüfatının texniki və texnoloji modernizasiyası imkanlarını nümayiş etdirmək, Rusiyanın ərzaq təhlükəsizliyinin təminində enerji səmərəli, innovasiyalı və ehtiyat imkanlarının mühafizəsini təmin edəcək texnologiyaları nümayiş etdirmək məqsədini güdürdü. Dağıstan nümayəndəliyinin rəhbəri, Respublika hökumət sədrinin müavini Şərif Şəripovun sözləri ilə sərgidə Dağıstanın 20-dən artıq müəssisəsi öz məhsullarını təqdim etmişdi. Moskvalılar Kizlyar Aqra Kompleks Açıq Aksioner Cəmiyyətinin ət və süd məhsullarını, Kizlyar
Uritsk Ət Kombinatı məhdud məsuliyyətli müəssisəsinin kalbasa məmulatlarını, Azamat Kəndli Fermer Təsərrüfatının, Daradan Burada Qapalı Aksioner Cəmiyyətinin pendirlərini, müxtəlif çeşiddə şirələri, konyak və köpüklü şərabları böyük məmnuniyyətlə əldə edirdilər. Dağıstanlı kənd təsərrüfat məhsul istehsalçılarının sərgidə iştirakı yekunlarına əsaslanaraq demək olar ki, Respublikanın aqrosənaye kompleksi inkişaf edir və böyük potensiala malikdir. Siz son xəbərləri dinlədiniz.